Azərbaycanda hazırda qeyri-sabit hava şəraiti müşahidə olunur və sinoptiklər bildirir ki, bu vəziyyət yaxın günlərdə də davam edəcək. Qeyri-sabit hava şəraitinin Bakı və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, digər rayonlarda isə aprelin 7-si axşamadək davam edəcəyi gözlənilir. Bu müddət ərzində bəzi ərazilərdə yağış, qarışıq yağıntılar, güclü külək və temperatur dəyişiklikləri proqnozlaşdırılır. Yağıntı və külək səbəbilə bəzi yolların su basması, küçələrdə su yığılması və nəqliyyatın hərəkətində çətinliklər yarana bilər. Sinoptiklər xüsusilə dağlıq və çaykenarı ərazilərdə sel və daşqın riskinin artdığını xəbər verir. Fövqəladə Hallar və aidiyyatı qurumlar vətəndaşlara xəbərdarlıq edir ki, açıq havada hərəkət edərkən diqqətli olsunlar, ehtiyac olmadıqda səyahətləri təxirə salsınlar, öz avtomobillərini təhlükəsiz yerlərdə saxlasınlar və zərurət olduqda 112 qaynar xətti ilə əlaqə saxlasınlar. Sinoptiklərin məlumatına görə aprelin 7-sindən sonra hava şəraitində tədricən stabilləşmə gözlənilir, lakin yağışların yaratdığı bəzi fəsadların aradan qaldırılması bir qədər vaxt ala bilər.